qayını görüb ki, qan içində, uşaq da ki, çıxıb qabağına nə olub, hə, heç nə, zəng elə, anamı öldürmüşəm. Bir dənə onu bilirik ki, uşağın öz dediyinə görə ki, hə, telefon güya iqra oynamaq üçün istəyib anasını, anası verməyib, bu da vurub. Dediklərinə görə bu qadın, bunun telefonda heç nə yoxdur, yəni bu hələ bir insan da deyil. Qısqancıq zəmin ola bilər? Yox, heç vaxtı, çünki bu uşaq da elə bir uşaqdır, bu gəlin də hələ bir gəlin olmayıb, çünki nə bilim, bütün kənd də bilir bunu. Hələ hamı şokda yox ki, bu uşaq niyə belə oldu, kimsə yox. Kimsə, nə bilim, kənardan mı deyək, indi telefonu araşdıracaqlar da uşağın öz telefonu. Evdə heç kim olmayıb. Yəni, atası işdə olub, qardaşı var, o da işdə olub. Bir anası ilə özü olub evdə. Bu qonşudular da, qapı qonşu qaynıdır. Həm xalası qızı qalır, həm bu qapı qonşudular. Hələ belə gəlib keçiblər, çağırıblar, görüb səs-küy yoxdur. İndi həmişə gəlib gedən evdir də, çıxıb gəlin yuxarı girəndə görüb ki, bu yerdədir. Bacı özünə cəllad saxladı evində. Nə biləm, bilmirəm. Bacım dilsiz ağızsız bacım idi. Oğlu onu elə çox istəyirdi. Bacım bizə gələndə həmişə bir kravatda yatırdı. Oğlu onsuz yatmırdı. Ay bala, sən anama necə qıydın? 2 dəfə əməliyyat elətdirib. Uşaq elə bir nəsə problemi var idi. Bu qonşular hamısı bilir, mehriban, namaz qılan ailədirlər. İçki içən də deyil, bir şey, heç bir şey. Həm də 9-u bitirib bu il.